Salam, hər vaxtınız xeyirli olsun. Gördüyünüz kimi ətrafı görürsünüz. Turşu hazırlayıram, kuxna kötü. Dedim tez turşularımı həll edeyim. Zaten turşunu yiyən mənəm. Yoldaşımın turşu ilə arası yoxdur. Dünən yoldaşım turşu bir lıq biber almışdı. Onları da həll elədim. Turşularımı həll elədim qızlar. Dedim ki yemeğim var, mərci supum var xaladenikdə. Dedim elə biraz hazırlayayım qanaddan. Burada da tort hazırlayacağım qızlar. Kərə yağı ilə çıxartdım ki yumuşalsınlar. Belə. Demək qızlar sosladım belə. Biberli toyuqları. Kartofu da belə sosladım. Biber qoymuşum yanına. İndi toyuğu qoyacağım qızarmağa, sonra kartofları. Ay kızlar, yemeğimi hazırlayandan sonra gül salına düşdüm. Hər şeyi yapaz elədim. Burada artıq nişan günüsüdür. Mən tez dünəndən işlərimi görmüşdüm. Hazırlamışdım hər şeyi. Səhər tezdən durdum. Burada işlərimi də artıq qapıya yığmışam. Hazırlaşırıq. Gedib birinci saat 8'də hələ ki dırnaqlarımı düzəldəcəm. Sonra gələcəm 11'də gülü götürüb yola salacağım Neftçilərə. Neftçilərdə də salonu mamam gedən gedəcəkdim deyənə. Xalam qızı gəlinə dedim yaxın olsun. Deməli qızlar, səhər tezdən getdim dırnağımı düzəltdim. O da sağ olsun. Elə ki mən yola vermiş kimi oldu da, o da rayona gedirdi. Nəysə elə əl atmaqla dırnağımın qırılmağı bir oldu. Burada artıq güllərimi götürmüşəm, veşlərimi yığmışam. Artıq yola düşmüşük. Gedirik xalamgilə. Oradan mamam, mən, xalam qızları keçəcəyik salona. Burada çapmışam. Rahat giyindim ki burada da dırnağımı göstərdim sizə ki görəsiz. Demək qızlar, gəldik çatdıq salona. Nerede var idiyənə biraz oturduk, gözlədik. Burada isə artıq gəlmişik xalamgildəyik. Vaxtın tamamlamağını göstəririk. Çünki nişan saat 6'da olacaq və yığışıb gedəcək. Burada mamam oynayır. Biz də belədir də, yəni sevincimizi belə bildiririk. Artıq restorandadır. Yavaş-yavaş qonaqlar gəlir. Hələ ki bəylər gəlin, xalam oğlu gəlməyib. Nişandı bu arada. Mən də gülümü göstərim. Gülü tam çəkməmişəm qızlar. Sanki şəkli görsənirdi. Bunun sonrasını da izləyirsiniz. Çünki elim çox bir video çəkməmişəm. Sizə videolar çəkmişəm. Çünki insanlar rahatsız olmasın deyə. Nişan toy qismət eləsin inşallah. Arzusunda olanların hamısı belə mənim qardaşıma da qismət olsun. Burada oynayırlar. Mən də biraz çox oynadım. Ayaqqabım rahat. İnsan ayaqqabısı rahat olanda qəşəng oynayırsan, yeyirsən, oynayırsan. Burada artıq tort kəsiminə keçmişdilər. Bu da tortumuz. Hər şey çox qəşəng idi, əlaydı. Yəni həm bol oynadıq. Sevincimiz, yəni dediyim kimi bu gündən hər kəsə qismət olsun inşallah. Bu gün bu qədər. Hələlik sağ olun. Bu qədər. Görüşənə dək.